Salam, əziz və dəyərli izləyicilər. Bugün dadından doymayacağınız yarpaq dolması resepti verəcəyim. Əvvəlcə bir baş soğanı kub formada doğrayıram. Bir dəstə şüyüd, bir dəstə çeşniş də doğrayıb qaba əlavə edirəm. Daha sonra 300-400 qrama yaxın çəkilmiş ət, 1 stəkan yumru düyü, 2 xörək qaşığı nanə, yarım xörək qaşığı duz əlavə edirəm, 2 xörək qaşığı qızıl gül, sarı gül və 100 qram çərəyağı əlavə edirəm. Əgər ətiniz yağlı deyilsə, çərəyaq əlavə edə bilərsiniz. Əgər yağlıdırsa, əlavə etməyə ehtiyac yoxdur. Bütün ərzaqları qarışdırıb isitmə hazır edirəm və əvvəlcədən qaynar suda islatdığım yarpaqları atıram və dolmalarımı bişirməyə başlayıram. Bütün içiliş qutarana qədər bu prosesi davam etdirirəm. Bütün dolmalar hazır olduqdan sonra isə onları qazana düzürəm. Üzərinə biraz çərəyağı və biraz qaynar su əlavə edirəm və bir ədəd boşqab çevirirəm ki, dolmalar əzilməsin və göndərirəm bişməyə. Bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşənədək kim hazırlayırsa nuş olsun. Kanala abunə olmağı və rəylərdə fikrinizi bildirməyi unutmayın.